Salam əziz şahidlərimiz, hər vaxtınız xeyir olsun. 9-cu sinif buraxılış imtahanının 16 aprel 2022-ci ildə keçirilmiş nümunəsi ilə qarşınızdayıq. 9-cu sinif imtahan suallarının izahlarına baxacaq. Deməli, ilk sual belədir. Şəkilə əsasən MN qövsünün dərəcə ölçüsünü tapın. MN qövsü dərəcə ölçüsü mərkəzi bucağın dərəcə ölçüsünə bərabərdir. Elə cavabı da 36 olur. Növbəti sualımız. Deməli, Kamilin 90 manat pulu vardı, o pulun 10%-nə dəftər aldı, neçə manat pulu qaldı? 10%-nə dəftər alıbsa, deməli 100%-dən çıxırıq, 10% edir 90%. Deməli, yerdə qalan pul 90 manatın 90%-dir. 90 manatın 90%-ni hesablayanda yadda saxlayaq ki, bu sıfırları silmək lazımdır və 9-ları bir-birinə vurub cavab 81-i alırıq. İfadəsini vurğulara ayırın deyir, deməli, 8 ilə 2. 8 2-yə bölündüyünə görə 2-ni qarşıya çıxarırıq orta vurğu olaraq. Sonra yerdə qalanları yazırıq. Yerdə qalır 4. Daha doğrusu burada y-lər də iştirak edir. 4c-nin kvadratı minus 2 qarşıya çıxdığına görə ikinci ifadədə d-nin kvadratı bir də y-in kvadratı olur. İndi biz bu ifadəni sadələşdirmək istəsək 2y xaricdə qalacaq. Kvadratları fərqi kimi yazıb açılışını yazsaq 2c çıxılsın dy bir də 2c plus dy olacaq. Keçək növbəti. Üçbucağın tərəfləri 10, 12, 14 cm olarsa, bu üçbucağın tərəflərinin orta nöqtələrin birləşməsindən alınan üçbucağın perimetrini tapın deyir. Deməli, şəkil olaraq bu şəkildə orta nöqtələri birləşdiririk və orta nöqtələrin birləşməsindən alınan bu hissənin perimetrini tapmalıyıq. Orta hissələrin birləşməsindən alınan üçbucağın perimetri böyük üçbucağın perimetrinin yarısına bərabərdir. Deməli 10, 12 və 14. Bunların cəmini tapırıq. 36 2-yə bölürük. Edir 18. 36-nı 2-yə bölündə 18. Növbəti funksiyanın təpə nöqtəsinin koordinatlarını tapın deyir. Təpə nöqtəsinin koordinatlarını tapmaq üçün düsturlarımız belədir. Deməli, əgər təpə nöqtənin koordinatları MN şəklində verilərsə, M-in düsturu mənfi B bölünsün 2A şəklində, N-in düsturu isə mənfi D bölünsün 4A şəklində hesablanır. Gəlin diqqət edək. Deməli, A-nın qiyməti mənfi 3-ə bərabərdir, B-nin qiyməti 6-ya bərabərdir, C-nin qiyməti isə 5-ə bərabərdir. Təpə nöqtəsinin absisini tapan mənfi, B-nin yerinə 6 yazırıq, 2 vurulsun mənfi 3 yazırıq. Bu mənfilər hasilləri müsbət edəcək. 2-ni 3-ə vuranda 6, 6 ilə 6-nı ixtisar aparsaq cavab 1. Deməli, təpə nöqtəsinin absisi 1-dir. Bizdən isə ordinatını istəyir. Ordinatına baxaq. N-in qiymətini taparkən mənfi. D diskriminantı bildirirdi. Diskriminantın açılışını yazanda B kvadrat çıxılsın 4AC bölünsün 4A olur. B-nin yerində 6-dır kvadratı 36 eləyəcək. Çıxılsın 4 vurulsun. A-nın qiyməti mənfi 3-dür. C-nin qiyməti 5-dir. Aşağıda 4 vurulsun mənfi 3 yazırıq. Bu mənfilərin hasilini yenə də bizə müsbəti verəcək. Bu mənfilərin hasilini müsbəti verir. Deməli, 4-ü 3-ə vursuq 12, 12-ni 5-ə vuruq 60, üzərinə 36 gəlir 96. Aşağıda isə 4-ü 3-ə vuruq 12. 96-nı 12-yə bölündə cavab 8. A variantı. Deməli, növbəti deyir ki, A və B çoxluqları verilib kəsişməsinin element sayını tapın. Kəsişməsinə diqqət edək hansı elementlərdir. Hər ikisində olan elementlər olmalıdır. 3 hər ikisində iştirak edir. Sonra 5 hər ikisində iştirak edir. Digər ədədlər, misal 1, 15 digərində yoxdursa, artıq biz cavabı 3 ilə 5 olaraq götürürük. N burada kiçik N sayını bildirir ki, kəsişmənin sayını tapın. 2 dənə element olduğuna görə cavabımız B variantı olur. Keçək növbəti. Deyək ki, 7-ci sualda ifadənin qiymətini tapın. 2 ifadənin hasilini tapanda ixtisarlarımızı aparır x-lar, yerdə qalır A bölünsün B şəklində, cavab C variantı. Bizdən x, y hasilini istəyir. Çarpaz şəkildə bir-birinə vurur. X ilə y-in hasili 5 vur 10, 50-dir. D variantı. Şəkildə verilənlərə əsasən x-in qiymətini tapın deyir. Deməli, diqqət edin, paralel xətlərin bir-birə kəsişməsində alınan bucaqlarda, bu bucaqlarda uyğun iti bucaqlar və uyğun kör bucaqlar bir-birinə bərabər olur. Əgər bucaqlardan biri iti, biri körsə, o zaman bunların cəmi 180 olmalıdır. Diqqət edin, burada 110 dərəcə veribsə, biri iti bucaqdır, biri isə
kör bucaqdır. Diqqət edək. Deməli, iti bucağı 110 dərəcə olaraq verib, qarşı-qarşıya dursa, digəri belə də göstərə bilərik bunu. Deməli, 110 dərəcə, burada içəridə olan 110 dərəcə olacaq. Parallelogram deyə burada 110 dərəcə olur. O zaman yenə də dediyimiz kimi bu ikisinin cəmi bizə 180 dərəcə verəcək. Çünki bir-birinə qonşu bucaqlardır. Bu verilənlərə əsasən x-in qiymətinə baxaq. Deməli, 110 plus 2x plus 10 bərabər olacaq 180-ə. 2x bərabər olacaq 180 çıxılsın. İkisinin cəmini tapsa 120, 60 edir. X-in qiymətini tapanda 62-yə bölünür, cavab 30 dərəcə edir. A variantı. Keçək növbətiyə. Düzbucaqlısında BC-nin qiyməti 12-dir. AC-nin qiyməti 13-dür. AB-nin qiymətini tapın. Bu düzbucaqlı olduğuna görə Pifaqor teoremini yazırıq. Pifaqor ədədləri də 5, 12, 13-dür. Bunu belə göstərə bilərik ki, x-in kvadratı bərabərdir 13-ün kvadratı 169 çıxılsın 12-nin kvadratı 144. Bu bizə 25-i verəcək. 25 də 5-in kvadratıdır. Yəni B variantı. Keçək növbəti sualımıza. Deməli, bizə verir ki, AC-nin qiyməti 10-a bərabərdir. Aşağı parça. Və ardınca BK-nın qiyməti 5-ə bərabərdir. İştiraklanmış hissənin sahəsini tapın. İştiraklanmış hissəni 2 üçbucağa ayıraq. Üçbucaq ABK, ABK. Bir də üçbucaq BKS, BKS. Yəni, diqqət edək. ABK-nın sahəsini tapa bilmək üçün körbucaqlı üçbucaqdır. Tərəfi, yəni BK-nı vururuq AD-yə, bölürük 2-yə. İkinci, BKS-nin sahəsini tapmaq üçün yenə körbucaqlı üçbucaqdır. BK-nı vururuq DC-yə, bölürük 2-yə. Bu iki ifadəni toplasaq ki, bizə cəmi lazımdır. O zaman nə alırıq? Deməli, BK vur AD böl 2 plus BK vur DC böl 2. Buradan deməli, BK böl 2-ləri qarşıya çıxarsaq, yerdə AD ilə DC cəmi qalacaq və bunların ikisinin cəmi bizə elə verəcək. Deməli, BK böl 2 vurulsun. AD ilə DC-nin cəmi AC-ni verir. BK-nın qiymətini bizə 5 verib, AC-nin qiymətini 10 verib. Vurub 2-yə bölürük. Cavabımız 25. Keçək növbəti sualımıza. Şəkildə verilənlərə əsasən BK-nın qiymətini tapın deyir. Deməli, AB-nin qiyməti 2.5-dir. Düsturumuz belədir. AB vurulsun BK bərabərdir CB vurulsun BD. AB-nin qiyməti 2.5-dir. Vururuq. BK-nın qiyməti məlum deyil. X yazaq. BC-nin qiyməti 2-dir. BD-nin qiyməti 5-dir. X-in qiymətini tapanda 5-i 2-yə vururuq 10, 10-u bölürük 2.5-ə. Bu da hər birinin sürət məxrəci 10-a vursaq 100-ü 25-ə bölmək deməkdir. Cavab D variantı alınır. Bizə deyir ki, verilən ifadə tənliyi həll edin. Tənliyi həll edək, deməli nə alırıq? Hasının sıfıra bərabər olması üçün sürət məxrəc, daha doğrusu hasının sıfıra bərabər olması üçün vuruqların hər biri sıfıra bərabər olmalıdır. Amma birinci vuruğumuz sıfıra bərabər yaza bilmərik. Səbəb, çünki bu məxrəcdə iştirak edir. Deməli, biz ikinci vuruğu 2 çıxılsın 1 bölü x plus 3-ü sıfıra bərabər edirik. Buradan alınır ki, 1 bölü x plus 3-ün qiyməti 2-yə bərabərdir və 1 bölü x plus 3 məxrəcində 1 yazsaq, çarpaz hasillərini tapa bilərik. Çarpaz hasillərini tapanda o zaman alırıq nə? Deməli, 2x plus 3 deməli, 2x plus daha doğrusu 6 bərabər 1 2x bərabər olacaq mənfi 5-ə, x-in qiyməti olacaq mənfi 2.5. A variantı. Keçək növbəti sualımıza. Deməli, verilən hasilin 9-a bölməsindən alınan qalıq m-ə bərabərdir. Gəlin m-in qiymətini tapaq. M-in qiymətini tapmaq üçün bizə nə lazımdır?
verilən hasilin 9-a bölünməsindən alınan qalıq. Birinci vurğun rəqəmlərin cəminə baxaq. 5, 6, 7, 10. Deməli, cəmini toplayaq. Bunun 5 plus 6 plus 7 plus 4 plus 3 plus 2 daha doğrusu 9 sonra 2 5, 6, 7, 4 3, 9, 2 rəqəmləri cəmi 36 edir. Rəqəmləri cəmi 36 edirsə, demək ki, bu 9-a tam bölünür. Əgər vurğulardan biri 9-a tam bölünürsə, hasil də 9-a tam bölünür və bu deməkdir ki, artıq M-in qiyməti 0-a bərabərdir. Keçək ikinci. İkinci ədədin deyir 10-a bölünməsindən alınan qalıq n-ə bərabərsə, qalıq n-ə bərabərsə, deməli ədədin sonu n-lə bitib, bölünməsindən alınan qalıq n-ə bərabər, M-in cəmini 5-ə bölünməsindən alınan qalığı tapın. Sonu, deməli, n ilə bitən ədədin üzərinə m-i gəlsək, bu bizə m-in qiyməti 0 olduğuna görə elə n-i verəcək. 5-ə bölünməsindən alınan qalığı tapın. Burada ikinci ədəd olsaydı, yəni n-in qiymətini tapmaq olardı. Elə sonra n-lə bitən ədədin gərək qiymətini bilək ki, biz 5-ə bölünməsindən alınan qalığı da tapa bilək. Keçək növbəti suala. Deməli, verilən ifadənin qiymətini tapmaq lazımdır. A kvadrat plus 2ab plus b kvadratı 1 qruplaşdıraq. 3a plus 3b-ni 1 qruplaşdıraq. Buradan alırıq ki, deməli, birinci ifadə a plus b-nin kvadratıdır. Plus 3 vurulsun a plus b. Bərabərdir. Bizə verib 4 tam 7-də 3, 2 tam 7-də 4. Biz bunları toplasaq 6 tam 7-də 7, yəni 7 eləyəcək. 7-nin kvadratı üstə gəl, 3 vurulsun 7. Bərabər olacaq 49 plus 21-ə cavab 70 edir. Növbətidə deyir ki, ifadənin qiymətini tapın. Mənfi 2 vurulsun, 1 tam %21-dən kök 1 tam onda 1 çıxır. Üzərinə 3 tam onda 6 gəlir. Hasilini tapsaq, mənfi 2 tam onda 2. Üzərinə 3 onda 6 gəlmək, 3 onda 6-dan 2 tam onda 2 çıxmaq deməkdir. Bu da bizə 1 tam onda 4 verir. Sonra növbəti, təliklər sistemindən x, y fərqini tapın deyir. Deməli, nə edirik? 6-6 toplayırıq. 2 toplayanda 2x ilə 4x-in cəmi 6x, mənfi 3y ilə 3y-in cəmi 0 edir. 14-ün 10 toplasaq 24. Buradan x-in qiyməti 6 olur. Növbəti, x-in qiymətini bildikdən sonra y-in qiymətini tapmaq üçün 2-ni 6-ya vuruq, 12 çıxılsın, 3y 14 olur. Bu da deməkdir ki, 3y bərabər olacaq mənfi 2-yə, y-in qiyməti bərabər olacaq mənfi 3-də 2. X 6, y bu ifadə, mənfi 3-də 2. Bunların fərqini istəyir. Deməli, 6 çıxılsın, mənfi 3-də 2 bərabər olacaq 6 tam 3-də 2. Gördüyümüz qədər belə bir cavab yoxdur, amma deyək ki, sualın formatında hansısa bir dəyişiklik olmalıdır. Keçək növbəti misalımıza. Düzbucaqlı paralelepipedin oturacaqlarının tərəflərini 6 dəfə azaldım. Hündürlüyünü 3 dəfə artırsaq, həcmi necə dəyişər? 2 dəfə azalmış olar. Çünki həcm düsturu A vurulsun, B vurulsun, C-dir. Sanki A vur B-ni oturacaqlarının tərəflərini 6 dəfə azaldım. Bu 6 vur 6 olacaq 36. 6 vur 6-dır məxrəcdə. Sürəti isə 3 dəfə artırdığına görə 3-ə vurur yerdə. Burada ixtisarlarımızı aparsaq 1/12 vurulsun ABC qalır. Qısaca 12 dəfə azalacaq. 12 dəfə azalacaq. Bunu qeyd edək. Qayıq 48 km məsafəni axınla getdi. Daha sonra həmin məsafəni geri qayıtdı. Deməli, nə edirik? 48 km məsafəni deməli, axınla getdi. Daha sonra həmin məsafəni geri qayıtdı. Bu yola 5 saat vaxt sərf etdi. Çayın axma sürəti 4 km/saat olarsa, qayığın durğun sudakı sürətini tapın. Deməli, biz qayığın sürətini x ilə götürək. Çayın sürətini y ilə götürək. Bizə deyir ki, deməli,
getdiyi yolda. Getdiyi yolda. Çayın axınına görə getdiyinə görə biz nə edirik? Zamanı tapmaq üçün 48-i bölürük bunların ikisinin cəminə. Aşağıda bölək. 48-i bölürük bunların ikisinin cəmi. X-lə plus Y-in cəminə. Sonra üzərinə əlavə edirik. Geri dönüş etdiyinə görə 48-i də X çıxılsın Y-lə gedib və ikisinin cəmi 5 saat vaxt sərf edib. Bu ifadədən biz qayığın durğusundakı sürətini tapmaq lazımdır. Yəni X-in qiymətini tapmaq lazımdır. Bu ifadəni hesablayaq. Deməli, rasional kəsrlər şəklində hesablasaq, məxrəcdə X çıxılsın Y vurulsun X plus Y olacaq. Sürətdə isə bizə verəcək nə? 48X çıxılsın 48Y üstəgəl 48X 48X plus 48Y bərabərdir 5'ə. Burada 48X'lər, daha doğrusu 48Y'lər islah olur, 48X'lar qalır. Toplayanda 96X bərabərdir. Bizdə çayın axın sürətini 4 verib, yəni Y'-lərin qiyməti 4'dür. Olacaq X minus 4, X plus 4. Bu da bizə verəcək X-in kvadratı çıxılsın 4'ün kvadratı 16. 5'i vururuq X-in kvadratına. Sonra minus 96X minus 80 bərabər 0'a. Gəlin köklərinə baxaq. Deməli, köklərini bu şəkildə hesablaya bilərik. Diskriminantı falan da yaza bilərik. 5'i 2 növbədə 80'ə vursaq eləyəcək. Deməli, 80 4 ilə 20'dir. Hasillərinə baxaq. Belədir. 2 vur 40'dır. Sonra 4 vurulsun 20'dir. Sonra 16 vur 5'dir. 16 vur 5'dir. Sonra 8 vurulsun 10. Başqa hansı ədədlər qaldı? 4. Cəmi 96 ədədlər. Qayığın durğun sudakı sürətini tapın deyir. Gəlin belə edək. Deməli, hasillə cəm şəklində ayıraq. 5'i 80'ə vursaq 80 vurğularını ayıraq. 2 40, 2 20 edir, 2 10 edir. 2, 5, 5, 1. 25, 16 olmaz. 8, 5'in 40 olmaz. 8, 5'in 40 olmaz. 80'den 5 de olmaz. Axınla getdi. Gəlin sualımıza baxaq. Gəlin sizi yenidən yazaq. Nəsə cavabımız düzgün olmadı. Deməli 48 kilometre ümumi məsafədir. Qayığın sürətini X götürsək, çayın axma sürətini bizə 4 verib, ümumi 5 saat vaxt sərf eləyib. Deməli, nə edə bilərik? 48'i bölürük. 48'i bölürük. X plus 4'ə. Üzərinə gəlirik. 48'i bölürük. X minus 4'ə. Bərabər olur 5 saat. Bunu həll eləsək, deməli 48 X minus 48 vur 4 plus 48 X plus 48 vurulsun 4 bərabərdir 5 vurulsun məxrəcə. Burada bunları islah eləsək qalır 96X bərabərdir 5 vur X kvadrat minus 16. Yerdən yeni ifadəni aldı. 5x kvadrat minus 96x minus 80 bərabər 0.
Hasilləri 400, cəmi 96 olan ədədlər. 4 ilə 100. 4 ilə 100. Deməli, 20 ilə 4 hasilinə bərabərdir. 5-i 20-yə vursaq, 100 edir. 100 ilə 4. Hər tərəf bölsək 5-ə. Deməli, köklər olacaq. X1-in qiyməti olacaq. 4 ilə 100, müsbət 100 ilə mənfi 4. Mənfi 4 bölünsün 5, 100 bölünsün 5. Bu da 20-dir. 20, deməli, qayğın durğun sudakı sürətini tapın, 20 elədir. Həlli yolun bir də izahlı deyək. Deməli, 80 20 ilə 4-ün hasilinə bərabərdir. 5-i vurduq 20-yə, oldu 100 ilə 4. Deməli, 100 ilə 4 müsbət 100 ilə mənfi 4 kimi qeyd edirik. Çünki hasilləri mənfi cəmi müsbət ədəd olmalıdır. 100 ilə mənfi 4-ün hasili mənfi 400 edir. 5, 24. Üçünü vuranda mənfi 400 edir. Bu ikisinin də hasili mənfi 400-dür. Amma bu ikisinin cəmini tapanda bizə müsbət 96-nı verir. Ona görə tapdığımız köklər 5 ilə, 100 ilə mənfi 4-dür. Bunların hər birində 5-ə bölürük. Kökün biri olur mənfi 5-də 4, digər isə olur müsbət 20. Bunu təyin edək, sonra isə bizdən durğun sudakı sürətini istəyir. Qayğın sürətini, o da 20-yə bərabərdir. Əkobu tapın deyir. Daha doğrusu əkob bölünsün əbubun qiyməti neçəyə bərabərdir? Bu bizə S-nin qiymətini verir. Əkob bölünsün əbub şəklində. Bunların qiymətini daha asan formada tapmaq olar. 120 ilə 72. 120, 24 vurulsun 5 deməkdir. 72, 24 vurulsun 3'dür. Yerdə 5 ilə 3 qalır. 24'ü qarşıya çıxarandan sonra. Bunların əkobu 15'dir. 120, 24'ə bölünəndə içəridə 5 qalır. Burada isə 3 qalır. Bunların əbubu isə 1'ə bərabərdir. 24'ləri ixtisar aparsaq cavabımız 15'ə bərabər olur. Çox aydınsa vuruqlara ayırın deyir. Vuruqlara ayıranda nə edirik? Bu tipli ifadələrdə 7-ni mənfi 4'ə vururuq. Hasili mənfi 28 edir. Cəmi isə mənfi 12. Biz 2 elə ədəd tapmalıyıq ki, hasili mənfi 28, cəmi mənfi 12 olsun. Bu ədədlərimiz bizə verəcək mənfi 14 ilə 2-ni. Bu ədədləri tapandan sonra isə nə edirik? 7x kvadrat mənfi 12x-ı bu iki ifadənin cəmi şəklində yazırıq. Mənfi 14x plus 2x çıxılsın 4. Sonra bunları qruplaşdırırıq. Birinci ilə ikinci, üçüncü ilə dördüncünü. 7x-i qarşıya çıxaranda yerdə qalır. X çıxılsın 2. 2-ni qarşıya çıxaranda x çıxılsın 2. Aşağıda x çıxılsın 2'ləri qarşıya çıxarsaq 7x plus 2 qalır. Növbəti. Deyək ki, AB nöqtə arasındakı məsafəni tapın. AB nöqtə arasındakı məsafəni tapanda cavab sağdakı ədəddən soldakı ədədə çıxmalıdır. Yəni, mənfi 3,5-dən çıxırıq mənfi 8,4-ü. Mənfilərin hasili bizə verəcək müsbəti olacaq mənfi 3,5 üstəgəl 8,4. Bu da 8,4 çıxılsın 3,5 deməkdir. Cavab eləyəcək 4,9. Növbəti. 2 eyni boru hovuzun yarısını 3 saata doldurur. Hovuzun yarısını 3 saata doldurursa deməli, hamısını 6 saata doldurur. Hamısı 6 saata doldurur. 2 dənə boru 6 saata doldurur. İndi bizə sual verir ki, bir boru ikisi 6 saata doldurursa, bir boru işləsə əgər, hamısını 12 saata dolduracaq. Ardınca hovuzun 1/3-ni neçə saata doldurar? 12-ni 1/3-ə vurur, cavab eləyir 4 saat. Sinifdə 13 oğlan, 12 qız var. Ümumi, yəni uşaqların sayını tapsaq, 13 ilə 12-nin cəmi 25 edəcək. 25 şahiddən təsadüfən seçilən bir nəfərin oğlan olması ehtimalını tapın. Mümkün halların sayı 25-dir. Əlverişli halların sayı gəli baxırıq oğlanlara 13 nəfərdir. Cavab 25-də 13. 4'ə vursaq 100-də deməli 52 edir. 0,52. Növbəti ABC ədədlərinin ədədi ortasını tapın. Açılışın yazsa birinci ifadədə 10A, ikincidə A-dır. Toplasaq 11A. Plus birincidə B, ikincidə 10B'dir. Toplasaq 11B.
Üçüncüdə isə C-lərdir. Bu da 11 C-ni verəcək. Cəmi 99. Hər birini 11-ə bölsək A plus B plus C cəmi olacaq 9. Bizdən ədəd ortasını deyirsək 3 yerə bölməliyik. A plus B plus C bölünsün 3. Bərabər 9 bölü 3. Cavab 3.